Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, bütöv riyaziyyat sevərlər. Bugün sizlə yeni bir tənliklə görüşürük. Verilən tənliyin x kvadrat üstəgəl y kvadrat kiçik bərabərdir 2-də 1 dairə və çevrəsi daxilində olan köklərini tapın. Deməli, bizə tənlik verilib, trigonometrik tənlikdir. O tənliyin bu çevrə və dairəsinə daxil olan həllərini tapmalıyıq. Əvvəlcə biz həllin daxil olduğu oblast, yəni bu dairə və çevrənin həndəsi təsvirini verək, sonra həllin araşdırılmasına baxaq. Yəni olur burada x kvadrat üstəgəl y kvadrat kiçik bərabərdir 2-də 1 və bu ekvivalenti bunu yaza bilərik biz. X kvadrat üstəgəl y kvadrat kiçik bərabərdir kök altında 2 bölək 2-nin kvadratı. Bu elədir 4-də 2'yi açanda o da 2'yə xəsar gedir 2'də 1. Yəni bunun mahiyyəti odur ki, həndəsi olaraq mərkəzi koordinat başlanğıcında radiusu burada görünür ki, r bərabərdir kök altında 2 bölək 2'dir. Radiusu kök altında 2'yə bölək 2'yə bərabər olan çevrə və dairədir. Onu həndəsi təsvirini verək. Mərkəz koordinat başlanğıcındadır. X oxu Y oxu və radius dediyimiz kimi kök altında 2 bölək 2'dir. Bu məsafə kök altında 2 bölək 2'yə bərabər. Həll bu oblasta çevrə və dairə daxilində olmalıdır. Bu nöqtəmiz kök altında 2 bölək 2'ni göstərə bilərik. Kök altında 2 bölək 2'dir radius və mənfi kökdə 2 bölək 2 mənfi kökdə 2 bölək 2 nöqtələri göstərirəm. Bu da kök altında 2 bölək 2. Bax, belə bir həll bu oblasta daxil olmalıdır. İndi biz verilən tənliyi araşdıraq. Bilirsiniz ki, sinus x bərabərdir 0 tənliyinin həlli x bərabərdir pi k. K daxildir z şəklinə. Z tam ədədlər çoxluğudur. Ən sadə trigonometrik tənlik buna əsasən, onda verilən tənliyimizi biz yaza bilərik. Sinus pi modul x üstəgəl modul y bərabərdir 0'dan alırıq ki, pi vuraq modul x üstəgəl modul y bərabərdir pi k, vuraq k, k daxildir z tam ədədlər çoxluğuna. Və buradan alırıq ki, bərabərdir. Çıxır ki, pi-yə ixtisar eləyək. Onda aldım. Modul x üstəgəl modul y bərabərdir k. Və bildiyiniz kimi də k daxildir bayaqda dediyi z-ə. Z isə tam ədədlər çoxluğudur 0, üstəgəl çıx 1, üstəgəl çıx 2 və s. Bax, tam ədədlər çoxluğudur. İndi bu tam ədədlərin içərisindən bizim halı ödəyən k-nı seçməliyik. Birinci hal, k bərabərdir 0 olanda nə olur? K bərabərdir 0 olanda biz alırıq. Modul x üstəgəl modul y bərabərdir 0'a. 2 müsbət ədədin cəmi 0'dırsa da onlar ayrılıqda 0'a bərabərdir. Buradan çıxdı ki, x bərabərdir 0, y bərabərdir 0 alınır. Bu bizdə, bu aldığımız bu, verilən tənliyin bu oblastda koordinat başlanğıcı köküdür, həllidir. İndi biz başqa kökləri araşdıraq, k-nın başqa qiymətlərinə baxaq. Mən görürəm ki, k-nı 1 götürsək, ikinci halda, k-nı 1 götürsək, alırıq
Modul x üstə gəl modul y bərabərdir 1. Bunu həndəsi təsvir eləyək. X sıfır olanda modul y bərabərdir 1 olur və modul y bərabərdir 1 olur. Buradan da çıxır ki, y bərabərdir üstə gəl çıx 1-ə. Yəni bir dəfə mənfisinlə, bir dəfə müsbətindən. Y sıfır olanda da modul x bərabərdir 1 olur. Buradan da çıxır ki, x bərabərdir üstə gəl çıx 1. Və bu həndəsi olaraq kvadrat deməkdir. İndi mən bunu göstərirəm. Deməli, kvadratın burada diagonal tərəflər oldu. X 1 oldu. X1, Y1. Bax, belə göstəririk. 1. Burada da 1 nöqtəsində və kvadrat alınır. Burada mənfi 1-dən keçən. Mənfi 1-dən keçən. Burada da mənfi 1. Və aydındır ki, kvadratın tərəfini çəkəcəm, siz aydın görəcəksiniz. Kvadratın tərəfi kök altda 1 üstə gəl, kök altda 1-in kvadratı, kök altda 1-in kvadratı. Elədi kök altında 2. Deməli, kvadratın tərəfi A bərabərdir. A bərabərdir kök altında 2-dir. Və o birisi analoji olaraq o birisiləri də çəksək, onlar bu cürə. Təkid toxunur ona görə ki, toxunması oradan alınır ki, A bərabərdir. Tərəfi kök altdakı olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusu alınır burada. Çünki radius kök altdakı bölə 2-yə bərabərdir. Kvadratın tərəfinin yarısına bərabərdir. Siz də bilirsiniz ki, kvadratın daxilinə çəkilmiş çevrənin radiusu onun tərəfinin yarısına bərabərdir. Və burada da aldıq bu nöqtəni, mənfi 1 nöqtəsi düşdü bura. Eyni qayda ilə bu birisini də çəksək, alırıq bu şəkildə. Deməli, bunları artıq götürə bilərik. Səliqəli şəkildə. Və biz aldıq bu cürə həndəsi təsvir. İndi sual olunur. Bu hallardan birinci hal K0, ikinci K1, K2 olanda bu artıq dairədən, çevrədən tamam uzaqlaşan kvadrat alınır. Beləliklə aydın olur ki, cəmi 2 hal ola bilər. K bərabərdir 0, K bərabərdir. Burada toxunur. Məsələdə deyir, dairə və çevrəsinə daxil olan kök, çevrəyə daxil olan nöqtə, çevrəyə toxunur. Bu nöqtələr bizim tənliyin köklərini göstərən nöqtələrdir. Və buradan biz indi gəl o kökləri tapaq. Və bilirik ki, bax, tərəf kök altında 2-dir, kvadratın tərəfi kök altında 2-dir, kök altında 2-dir. Bu radiusu çəkib birini götürsəm, simmetrik hamısı aydındır. Perpendikulyar endərsək, bunlar bir-birinə bərabərdir. Bərabər yanlı üçbucaqdır. Bu düşür 0-1 parçası 2-də 1-də kəsir. Deməli, birinci halda, birinci rübdə, bu da 2-də 1, birinci rübdə kök olacaq 2-də 1, 2-də 1. İkinci rübə gəlsək, ikinci rübdə x-i mənfidir, mənfi 2-də 1, y müsbət 2-də 1. Üçüncü rübdə isə simmetrik olduğundan hər ikisi mənfi 2-də 1-dir. Mənfi 2-də 1, mənfi 2-də 1. Deməli olacaq mənfi 2-də 1, mənfi 2-də 1, mənfi 2-də 1 və dördüncü, 4 toxunma nöqtəsi olduğundan dördüncü olacaq 2-də 1, x-i müsbət olur bu hissədə, dördüncü rübdə. Dördüncü rübdə, onda olacaq 2-də 1, mənfi 2-də 1. Və başlanışda tapmışdıq 0-0. Onu da bir yerdə yazsaq, 0-0 nöqtəsi. Beləliklə, verilən tənliyin bu çevrə və dairə daxilində olan köklərinin sayı
1, 2, 3, 4, 5 dənədir və hər bir kökü də tapdıq. 2-də 1, 2-də 1, mənfi 2-də 1, 2-də 1, mənfi 2-də 1, mənfi 2-də 1 və 2-də 1, mənfi 2-də 1, 0, 0. Beləliklə, verilən tənliyin verilən çevrə və dairə daxilində 5 məlum köklərini tapmış olduq. Bununla da bu sualın, məsələnin həllini bitirmiş hesab edirəm. Növbəti maraqlı məsələlər həllində görüşənə qədər. Sağ olun.